Prostat vəzi böyüyəndə əməliyyat mütləqdirmi? Prostat vəzin xoşxassəli hiperplaziyasında əməliyyata göstərişlər bunlardır. 1. Prostat vəzin sidik-ifrazat yolunu tamamilə bağlayaraq böyrəklərdə şişməyə səbəb olması. İlk öncə prostat yolu qapayır deyə sidik kateteri taxılır. Sonra pasientin səhhəti imkan verirsə, əməliyyata götürülür. 2. Sidik hissəsində balonlaşma. Divertikul adlanan bu hal sidik hissəsinin divarı davamlı olaraq gərgin işlədikdən sonra yaranır. Sidik hissəsi prostat vəzin qapatdığı yoldan xaricə sidiyi göndərmək üçün çox yığılırsa, sidik hissəsində bu balonlaşmalar görülür. 3. Sidik hissəsinin daş varlığı. Böyümüş prostat vəzi yolu tutur deyə sidik hissəsi içərisində mütəmadi sidik qalırsa, bir müddət sonra sidik hissəsi içində mikroblar formalaşır. Bu mikroblar sidikdəki bir sıra maddələri çökdürərək daş yaradır. Bu daşlar dərmanla çıxarıla bilməyəcəyindən əməliyyata göstərişdir. 4. Prostatda xərçəng tapılırsa, müayinələrin nəticəsi olaraq prostat vəzində xərçəng hüceyrələri tapılarsa və bu xərçəng əməliyyatla tam aradan qaldırılacaqsa, cərrahi əməliyyat göstərişdir. Hazırladı Rauf Kazımov, həkim, uroloq.